Salam. Bugün evdə həm lavaş, həm də lülə kebabı hazırladım. Hər şeyi özüm hazırladığım üçün prosesi sizinlə paylaşmaq istədim. Əvvəlcə lavaşın xəmiri üçün 1 stəkan ilıq su, 1 çay qaşığı duz, 1 yemək qaşığı duru yağ və aparana kimi un əlavə edib yumşaq bir xəmir yoğurdum. Xəmirin üzərini örtüb 15 dəqiqə kənarda dinləndiririk. Bu arada ətimizi hazırlayırıq. Bunun üçün bizə çəkilmiş quzu əti və xırda-xırda doğradığımız quyruq lazımdır. Daha sonra soğanı və cəfərini də xırda doğrayırıq. Yaxşı olar ki, soğanı ət çəkən maşından çəkməyəsiniz. Bu zaman kebabınız kotlet dadı verəcək. Zövqə görə duz, toz biber və pul biber əlavə edib əti yaxşıca yoğururuq. Əti bir müddət soyuducuda dinləndiririk. Bu vaxt ərzində lavaşımızın xəmirini hazırlayırıq. Xəmiri xırda kündələrə ayırıb nazikcə yayırıq. Tavada hər iki üzərində bişirərək lavaşlarımızı hazırlayırıq. Təzə bişmiş lavaşların qoxusu həqiqətən də bütün evi bürümüşdür. Lavaşların yumşaq qalması üçün üzərinə su çiləyib, dəsmala büküb kənarda gözlədirik. Ardınca əlimizi isladaraq kebabları bu cür hazırlayırıq. Çöpə keçirib kebab forması veririk və kənarlarını da bükürük ki, açılmasın. Sobanın üstünə düzüb 250 dərəcəli sobada bişiririk. Kebabın yanına lavaş arası etmək üçün qırmızı soğan, yarım çay qaşığı duz, 1 çay qaşığı sumak, yarım limon şirəsi və cəfəri doğrayıb qarışdırırıq. Kebablarımız hazırdır. Nəticə isə gözlədiyimdən də yaxşı alındı. Əgər siz də ev şəraitində bu cür yeməklər hazırlamağı sevirsinizsə, videonu bəyənməyi və fikirlərinizi bölüşməyi unutmayın. Növbəti reseptdə görüşənədək hələlik.